Bu podkastlar Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 3-cü Bahar İctimai Birliyi tərəfindən cəmiyyətdə ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi məqsədi ilə hazırlanmışdır. Podkastın məzmununda əks olunan fikir və mülahizələr Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər. İndi bu günləri deyir ki, qızlar, qaynana olmasın. Mən qaynana ilə yaşamıram. İki ailənin bir yerdə yaşamağını etiraz edirlər. Pulunu yığır, deyir ki, oğluma ev alım, ayrı yaşasın. Nə mənim başım ağrısın, nə gəlinin başı ağrısın. Ailənin başçısı o. Ailənin başçısı hesab olunub da nənəmiz. Bərabər yaşamaq insana daha dərindən öyrənməkdir. Hamı süfrənin başına yığışırdı. Anamız gəlincən bizə yemək verilmişdi. Salam, xoş gördük. Bugünkü podkastımız ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi. Ənənəvi ailə dəyərlərində münasibətlər, daxili münasibətlər, o münasibətləri hansı tərəflərin daha çox dəstəkləməyi və qorumağa çalışması, bunlarla bağlı danışacağıq. Bugünkü həmsöhbətlərimiz Fatma xanım, xoş gəlmisiniz. Nərminə xanım, xoş gəlmisiniz. Fatma xanım, kiçik bir özünüzlə bağlı məlumat verin. Neçə yaşındasınız? Xırda bir məlumat almaq istəyərdik sizinlə bağlı. Mən Quliyeva Fatma xanım Hacı qızı. Şamaxı rayonunda yaşayıram. Bugün mən bu məsələ ilə əlaqədar təklif almışam ki, bu iştirak eləyəm. Mən Komsomolda katib işləmişəm uzun müddət. Sonra icra hakimiyyətində ideal şöbə müdiri işləmişəm. Axır günümdə ki, pensiyadayam. Bugün pensiyada olduğumla bərabər rayonun ictimai işlərində yaxından iştirak. Ağsaqqallar Şurasının üzvüyəm. İctimai Şuranın üzvüyəm. Yəni bugün Şamaxıda müəyyən məsələlərlə əlaqədar, gənclərlə əlaqədar gördüyümüz işlərin avamçısıyıq. Ona görə mən... Xoş gəlmisiniz. Sağ olsun. Nəminə xanım, siz özünüzdən bağlı kiçik bir məlumat verin. Adım Cəfərova Nərminədir. Mən həkim kimi işləmişəm, amma son artıq 10 ildir ki, pedaqoq kimi, yəni tələbələrə dərs deyirəm, tədris ocağında çalışıram. Özüm 45 yaşım olacaq, yəni 44 yaşındayam və bu günə qədər əsas məqsədim bir vətəndaş olaraq və bir qadın olaraq ailə dəyərlərini möhkəmləndirmək, möhkəm saxlamaq və bu, belə deyim, bizim adət-ənənələrimizi nəsildən nəsilə ötürməyə çalışmaqdır. Həm ailə daxili, həm də dərs dediyim tələbələrə də. Çünki tələbələrimin çoxu daha çox qız uşaq qızlardır. Ona görə də bu bizim müəllim-tələbə, belə deyim, əlaqəmiz, ünsiyyətimiz bir qədər fərqlidir. Çünki həm ana olmağa çalışıram, həm pedaqoq, yəni özümə görə, öz düşüncəmə görə daha düzgün yönəltməyə çalışıram cavanları. Xoş gəlmisiniz Nəminə xanım. Belə deyim, söhbətə özünüz daxil oldunuz. Gəlin bu söhbəti belə davam etdirək. Ailə daxili münasibətlər, o münasibətlərdəki böyük, kiçik, bunların yerləri, bunlarla bağlı sizin fikirlərinizi bilmək istəyirəm. Bilirsiniz, mən ümumiyyətlə ailə nədir? Ailə əslində fərqli bəlkə ailələrdə belə deyək, tərbiyə görmüş iki insanın vəhdət şəklində bir, belə deyim, məişət sürdürmək, bərabər yaşamaq anlayışınızda belə deyim. Və bərabər yaşamaq insana daha dərindən öyrənməkdir. Bu da bəzən çox çətin olur, həqiqətən də çətin olan məqamlar olur. Çünki ilk əvvəl başqa cür tanıyırsan insanı, ya vaxt keçir, başlayırsan ki, başqa xüsusiyyətlər ortaya çıxır. Bu ailə dəyərlərini qorumaq üçün məncə mənə görə anlayış lazımdır. Anlayış, sevgi, bilirsiniz və sevgi, anlayış, bir də səbir. Səbirli olanda hardasa sən bir addım atırsan, qarşı tərəf bəlkə 2 addım atacaqsa, onda bu sürür. Yəni bu ailə uzun müddətli olur. Bu həm yaşlı insanlara aiddir. Çünki ailədə bilirsiniz, yaşlı nəsil var, orta, daha sonra kiçik nəsil də gəlir. Bunların arasında o tarazlığı saxlamaq bir qədər çətindir, amma mümkünsüz olan heç nə yoxdur mənə görə. Sizcə bu tarazlığı kim saxlamalıdır? Daha yaşlı nəsil? Bu bilirsiniz birazcıq, yəni bir qayda olaraq buna cavab vermək çətindir. Çünki bəzən məsələn mən artıq 20 ildir də
ailə nigahdayan belə deyək. Və bu 20 il içində vaxt düşünürəm ki, məsəl üçün elə olub ki, mən indi məsələn yaşlı nəsilini götürürüksə, elə olub qaynanam mənə tərəf gəlib. Yəni məni anlayıb, anlayışla qarşılayıb. Elə olub ki, hardasa gənc nəsil, çox gənc olmuşdu. Biz 20, 22, 23 yaşında bəzi şeyləri indi düşünürəm ki, niyə elə eləmişdim? Gərək hardasa onu belə eləməzdim, belə eləyərdim və o onu anlayıb. Sonra yaş keçib, illər keçib sən anlayırsan ki, artıq burada mən biraz geri çəkilməliyəm. Artıq o hörməti saxlaya bilirsinizsə, o pərdəni götürmürsünüzsə, qarşılıqlı, yəni bilirsiniz necə, əgər qarşındakı insan sənə qarşı belə deyim də, təmkinli davranırsa, o sevgini göstərirsə, sən onu mütləq anlayacaqsan. Bəlkə həmən deyil. Çünki bəzi görürəm rəfiqələrin arasında da çox sərt qarşılayırlar bəzən bu sevgini belə yanlış anlayırlar. Amma sonra vaxt keçir, bunlar anlayırlar ki, yox. Elə o elə sevgi bəxş edilmiş mənə, mən yanlış anlaşılmışam və bilirsiniz bu zamanla o tarazlığı həmişə deyirəm mən, qarşılıqlı olmalıdır hər şey. Sevgi də qarşılıqlı olmalıdır. Səbir, təmkin, qayğı, hər şey qarşılıqlıdır. Sən edirsən, sənə qarşı onu hiss edirsənsə, sonra 2 qat artıqlamasını eləməyə çalışırsan. Çox sağ olun Əlinə xanım. Buyurun. Fatma xanım, hal-hazırda sualım sizədir. Sizcə ailə daxilindəki münasibətlər kim tənzimləməlidir? Böyüklərmi, yoxsa yeni evlənən gənclərmi? Bu münasibətlərin forması necə olmalıdır? Ailə tərkibində intizamı təminləmək ki, ailənin başçısı olun. Ələxüsus mən bir öz ailəmizdə, məsələn, bizim nənəmiz olub. Ailənin başçısı hesab olunub da nənəmiz. Ata, ana öz yerində. Amma nənənin tərbiyəsi, çünki o uşaqların böyüməsi ilə əlaqədar, onların inkişaf eləməyi ilə əlaqədar, o vaxtacan ki, o qədər ki, məsələn, atanın, ananın vaxtı olmayıb, iş adamları olublar, oldusa, o uşaqlar böyüməkdən ötəri kimsə lazımdır onlara. Bu evdə nənə var. Bu nənə o uşaqların tərbiyəsi ilə. Atanın tərbiyəsi başqadır, ananın tərbiyəsi başqadır. Amma nənənin tərbiyəsi hər cəhətdən, məsəl üçün mülayim, sevgi, məhəbbəti, hökmü, məsəl üçün mədəni hökmü, bunlar nənənin tərbiyəsi daha üstün gəlir. Məsəl üçün biz 9 uşaq olmuşuq. 9 uşağın tərbiyəsi ilə biz gözümüzü açıb nənə görmüşük. Anamız da olub, atamız da həmişə mən nənəmdən danışanda mənə deyiblər ki, atan anan yoxdur. Demişəm, atam da var, anam da var. Amma nənəmizin tərbiyəsi tamam başqa, onların tərbiyəsi tamam başqa olub. O nənənin tərbiyəsi evdə, anaya da, atıya da, bütün o nəvələrə də, nəticələrə də nənə tərbiyəsi mütləq lazımdır. İndi bugün deyirsən ki, nənələrə deyirsən ki, uşaqlarla, indi belədir. O nənə, indiki nənələr, o nənələrin tərbiyəsini vermiş. Qəti surətdə o nənələr bütün həyatdan danışırlar. Bütün uşağın gələcəkdə necə yaşamağından danışırlar. Məsəl üçün, mənim nənəm 9 uşağın oğlanlarında, qızlarında bütün o yeməkləri, o göyərti, bu kəvər var, kəvər biraz çətin şeydir. Onun o arasını o oğlanlara belə göstərirdi, arasını deyirdi, əl üzü barmağınızı salın deyirdi. Oranı təmizləyin, orada qurtquş çox olur. Yerdə, torpaqdan. Oranı təmizdir. Mən deyirdim ki, ay nənə, bu oğlanlara, deyirdi, oğlanlara tərbiyə lazımdır. Onlar gedəcəklər, oxuyacaqlar, əskər olacaqlar. Bəlkə elə ailə sahibi olacaqlarsa, onun o yoldaşı o işləri bilməyəcək. Heç olmasa özlərini idarə eləsinlər, özləri özlərində baxsın. O nənə tərbiyəsi ilə ata-ana tərbiyəsi. İndi kimin nənəsi yoxdur, deyə bilmərəm. Amma bizim nənəmiz olub ki, nənənin mütləq tərbiyəsi lazımdır. Nənə dünya görüşlü olur. Nənə çox şey, həyatı bilir, həyatı başa düşür, gələcək üçün o uşaqları yetişdirir. Yetişdirir ki, uşaqlar bugün üçün, indi bizlə, indiki uşaqlardan fərq çoxdur.
Fatma xanım, bu məqama toxundunuzda nənə tərbiyəsi, nənə sevgisi, nənə qayğısı. Hə, mən çox sevmişəm. Həqiqətən də nənənin yanında böyüyən uşaqlar daha fərqli, daha nazlı böyüyən, daha Ərköyün ərköyün. ardası. Çünki orada həm sevgi var, həm qayğı var, həm diqqət var, fərqli formada. Bəli. Amma hal-hazırda həm psixologiya, həm də bu dövr iki ailənin bir yerdə yaşamağını etiraz edirlər. Yəni qaynana qaynata ilə yaşamağı. İndi deyim mən qaynanadan. Bəli. İndi məsəl üçün biz tərbiyəmiz başqa cür olub. 9 uşaq axşam olan kimi nənə, indi bu günləri deyir ki, qızlar qaynana olmasın. Mən qaynana ilə yaşamıram. Amma böyük səhvlərə yol verin. İndi qaynanadan qaynanaya da fərq var da. Elə qaynanalar var ki, heç də qəti surətdə mümkün deyil də. Mənim nənəm nə idi? Qaynana idi. Anam işləyəndi idi, atam da. Mənim nənəm bütün o evin işlərin, yeməyinəcə mənim nənəm həll eləyirdi. Bizi də yığır, dayanın, axşam anoz gələr, görün harda nə iş görməmişsiniz. Nənəniz atanızın anası idi, yoxsa ananızın anası? Nənəmiz deyildi bunu bizə. Hə, atanızın anası. Atamın anası. Qaynana olub. Atamın anası. Gəlinin, mamanızın atamın qaynanası. anası, ana yox, atamın anası. Ki gələr anoz, görər ki, hardasa nəsə işi görməmişsiniz. Hərənin də öz işi var idi, tapşırığı var idi. Sən həyəti süpürəcəksən, su gətirəcəksən, filan işi görəcəksən. Bu hamımızın qanuni tapşırıqlarımız vardı. İndi nənə də axşam olurdu, saat 6-7 iş vaxtı qutarana olurdu, hamı süfrənin başına yığışırdı. Yemək vaxtıdır. İndi mənim atam biraz bəlkə tez gələrdi. Anam, nənəm gec gələrdi. İndi biz, anamız gəlincə bizə yemək verilmirdi. Süfrə mədəniyyətidir də. Otururdu süfrənin qırağında ana gözləyirdi. Mənim atam deyirdi, ay ana, bu uşaqları yuxu basırdı, da bunların yeməyi deyirdi, qoy anamızın adı buxara gəlsin. Gəlin, qoy gəlsin. Bu da qabaq indi qoyurdu otun üstünə, qızdırırdı, indi gələcək qoyurdu yerə, otun üstünə qoyurdu. Bu da biraz gəlirdi, çıxırdı. Gələn kimi mənim nənəm qazanı gətirib qoyurdu mənim anamın qabağına ki, uşaqların payını versin. Açırdı qazanı, belə eləyirdi. Xala, deyəsən kartoşkalar əzilib. Qazanın kartoşkaları, xörəyin kartoşkaları. Atam da deyirdi, əziləcək də. Nə qədər otun üstünə çıxar, düşər, otunu vaxtında gələydin əzilməydi. Belə qaynana, məsəl üçün, qaynana belə, anam hökmdən danışır ki, xala, özdə biraz yavaş, usta yavaş deyilir. Xala deyəsən, kartoşka əzilib, ya ət belə. Görürsün, çünki biri o dolanda o Bunların bir-biri ilə olan hörməti, bir-birinə olan qiymət, o nənənin olmadan, məsləhəti olmadan, anamın məsləhəti olmadan, bir dənə iş görülməz. Nənə öz gəlsin, ana öz gəlsin, görək nə məsləhətdir. Qaynana, gəlin. Mənim nənəm gəlini qaldırıb qoymuşdu bütün nəsil üçün. Həm nəsil üçün, həm də o nəsilə yaxın olan adamlar üçün mənim nənəm böyük idi. Məsləhətçi idi. Bir gəlinimiz vardı, deyirdi mən bura gəlincə yumurta bişirir, dayımın arvadı. Yumurta bişirmək bilməmişəm. Göyər xala mənə hər bir şeyi öyrədib. Bu gün də biz nənəmizi axtarırıq. Bütün nəsil axtarır. Qaynana axtarır. Məsələn, qaynana belə o qaynana, bunlar da elə bilirlər ki, daha bir əjdahadır. Qaynana bir əzazil bir adam deyil. Qaynananı eləyiblər hörmətsiz bir adam. Yox, elə deyil. Qaynana olmayan evdə xeyir bərəkət yoxdur. Mənim atam deyirdi ki, həmişə xeyir bərəkəti nənə özdən alın. Hörməti də nənəmiz də bağışlayın, hər gün bizə tərbiyə. Deyirdi, süfrənin qırağında oturmuşsunuz, bismillah elə.
700 qutardı, əlhəmdülillah, sən yetir. Bu sözləri biz hamısını nənəmizdən tərbiyə almışıq. Çünki evdə nənəyə, anaya böyük hörmət olub qaynana tərəfdən. İndi bu gün qoy o qaynananı istəməyən xanımlar, qızlar qaynana dərdi seçsinlər. Qaynana ilə mehriban olsunlar. Qaynanaya hörmət elə. Hörmət görüb ki də onlar bir-birindən. Ona yoxsa mən qaynana istəmirəm. Sən necə oğul böyüdüb, evləndirib deyirsən ki, mən oğlun anasını istəmirəm. Və oğlu nətər istəyirsən ki, oğlun anasını istəmirsən. Bilirsiniz necə? Çox sağ olun Fatma xanım. Sizin fikrinizi bilmək istəyirəm Nəminə xanım. Orada bəzi məqamlar var. Çox gözəl anlara toxundu xanım ki, məsələn, evin, yəni ailənin başçısı olanda o gözəl süfrə adət-ənənəsi, hamı bərabər süfrəyə yığışır, bir-birini gözləyirlər və süfrədə yedikdən sonra hal-əhval tuturlar, danışırlar, günün problemləri, gün necə keçdi və s. Amma məsələn, bəzi, yəni əfsuslar olsun ki, bütün o yaşlı insanlar da müdrik olmur da, gəlin bunu da qəbul edək və buna görə də bir çox ailələr dağılır. Biz bunun yəni görmüşük və ətrafımızda da var. Çünki cavan insanlar bunlar bəzi necə deyimsə, xırda da olsam səhvlərə yol verirlər. Yaşlı nəslə dinlədikdə isə yaşlı nəsil düzgün yolu göstərir. Çünki onlar artıq görüb gəliblər də. Yenə də başa düşürəm dediyim kimi bəzən bir-birini heç tanımayan bir insan ailə qurur da. Yəni bu günümüzün olan bir işidir. Günümüzdə baş verir belə şeylər. Amma yaşlılar o gənc ailəni düzgün yönləndirir. Mən çox ailə tanıyıram ki, yaşlı nəslə görə hələ də bərabərdirlər və illər keçir bir-birinin qədrini bilir. Sanki sevgi sonradan yaranır. Çünki bizim Azərbaycan bu bir necə deyim, indiki zamanda adi bir şeyə dönüb ki, sevgi olmadan iki insan bir-birindən evlənir. Və bəzi ailələrdə deyirəm, yəni bir-birini anladıqca, bir-birinə qarşı sevgi, məhəbbətlə yanaşınca o sevgi daha da artır, yaranır və artır, belə deyim. Amma bəzən də dediyim kimi yaşlıdır insan, amma müdrik deyil hardasa. Bəzi xanımlar, məsələn, ağıllı xanımlar əslində indiki zamanədə mən çox görürəm ki, rəfiqələrim də arasında indidən pulunu yığır, deyir ki, oğluma ev alım, ayrı yaşasın. Nə mənim başım ağrısın, nə gəlinin başı ağrısın. Yəni nə mənim sözüm keçsin onun boğazına, onlar mənə qonaq gəlsinlər, mən də onlara qonaq kimi gedim, nəvələrimi görüm, yəni görüm bir qonaq kimi. İstədikləri zaman nəvələri mənə gətirsinlər, mən hər zaman açığam köməyə, hər zaman köməklərinə çataram. Amma bir qədər uzaqda. Məsafə bizi birimizə daha şirin eləyir. O sevgini artırır, nəinki bir evdə. Çünki hardasa olub nə qədər də məsələn biz analarımızdan, xalalarımızdan eşidirik, bir qədər o çəkingənli olub, tam sərbəst ola bilməyiblər bir yerdə yaşayanda. İndi ən yaxşı ehtimalla bir otaq verilib də, düzdürmü gənc ailəyə? Amma yenə də qaynana olan evdə gəlin də sərbəst olmur da. Bunu gəlin yəni qəbul edək ki, bəzən belə olur. Və belə bir fikir var ki, əgər iki gənc evlənib bir evdə yaşayırlarsa, onlar ailə başçısı, kişi ailə başçısı, qadın ailə başçısı olmur. Yəni orada ailə başçısı həmin ailənin böyüyü olur. Ata varsa ata, ana varsa ana. Onlar ailənin uşaqları sayılırlar. Yəni onlar gənc ailə sayılmırlar. Və onların bir müddətdən sonra aralarında olan problem əslində qaynana, qaynatadan çox onların böyüməməyi sayılır ki, onlar böyüməyib, püxtələşmirlər. Fatma xanım, necə bir, belə deyim, üçüncü baharını yaşayan bir xanım olaraq nə tövsiyə eləyərsiniz? Necə olsun bu ailə münasibətləri ki, orada həm gənc ailə quran insanlar həm böyüyüb püxtələşsinlər, özlərini bir ailənin kişisi kimi, bir ailənin xanımı kimi aparsınlar, həm də o ailə daxili münasibətlər sağlam şəkildə böyüklərlə qalsın? İndi mən fikrimdə budur ki, bu baxın, görün, sizə xoşdursa, bu dəyərlərlə inkişaf eləyir. Yox, xoş deyirsə, özünüz bilərsiniz. Biz belə yaşamışıq. Xanıma ki, sizcə indiki gənclər buna ehtiyac duyurlarmı? Bunu istəyirlərmi? Gəlib dinləyəcəklərmi sizcə yaşlıları? İndiki gənclər əfsuslar olsun ki, biz hər şeyi daha yaxşı bilirik deyirlər. Odur problem.
Yəni İndi problem deyil əslində, bu bir gerçəklikdir. Yəni onlar artıq bilirsiniz necə məsləhət ehtiyacları olanda onlar internetə yönəlirlər. Oradan öyrənirlər o məsləhəti. Məsələn, mən filan şəxslə və ya yoldaşımla bu problemi yaşayıram. O internet ChatGPT deyək də onlara məsləhət verir və onları bura yığmaq mümkün olacaqmı? Çünki çoxu həqiqətən İndi yəni hamısı bunu qəbul edək ki, məsələn- deyirlər ki, biz daha yaxşı bilirik. Biz özümüz həll eləyərik. Bizə heç kim yox, qarışmaz. indi belə götürəndə onlar heç nə həll eləyə bilmirlər. İndiki anlayırıq, başa zamanla düşürəm sizi. bizimki zaman devri. Biz o işləri görə-görə bu gün həyatda yaşadıq. Bilirəm, çünki sizin artıq təcrübəniz var. Sizin İndi artıq bu işdə hamının biliyiniz təcrübəsi var. olmalıdır da. Bu gənclərə evdə ailə başçısı Bəli. o təcrübəni verirsə, o gənclərə ikinci bir söz deməyə ehtiyac yox. Eşidirlərmi? Eşidirlərmi? Gənclər İndi eşidirmi? eşidən də var, eşitməyən Eşitməyən də də var. düzdür. Elə danışır. Nənə deyir ki, deyirsən, anaya deyirsən ki, mən şəxsən bu sahə üzrə çox mən Görmüş, qane eləm. Mən gəlmiş, dəhşət aha. dərəcədə çətin bir adam olmuşam o sahə üzrə. Qayda, qanun. İndiki valideynə mən məsəl üçün baxıram indiki gənclərə, qızlara, oğlanlara. Mən indi ayaqlaşa bilmirəm. Gəlirəm, deyirəm ki, gördüklərimi də uşaqlar uzaq qızlar deyin ki, da indi biraz istəmirəm, mənə danışdırırsın, mən dəhşət. Hə. Doluyam. İndi deyirəm ki, deyir ki, indi belədir. İndi məni başa düşün ki, indi belə nədir? Hə? Nə demək istəyirsən? İndi belə deyir, axı, belə olmamalıdır. Sən evdə tərbiyə ver o uşağa, onun dalıcan düş, qoyma indi belə olsun. Nəminə xanım, gəlin belə deyək, siz bu yaş, orta yaşda belə deyək, xanım olaraq əslində mən də bu dövrün adamıyam da, 40 yaşındayam. Axı biz sanki belə çox xaosa düşən bir dövr Nəsil olduq, aha, nəsil bəli, olduq. bəli. Çünki bir 90'lar. ailə dəyərləri var idi. Bəli. Fatma xanım. Biz Sonra arada qaldıq. biz başladıq da, bizim dövrümüz başladı və biz necə arada qaldıqsa, biz başa düşmədik ki, bizdən əvvəlkiləri Kilər nətər nətər yaşayır? Mən yaşayır həmişə və elə deyirəm. bizdən Mən həmişə sonrakılara onu nə deyirəm ki, verməliyik? Günel xanım, hər zaman onu deyirəm ki, indi psixoloqlar bizə deyir ki, uşaqlara travma verməyin. Uşaq bunu istəyirsə yönəlt istədiyi istiqamətə. Hətta mənim də başıma gəldi. Mən övladlarım dil seçirdi, hansı dili öyrənəcəklər. O an fransız dilinə çox meylli oldular. Mən amma alman dilinin tərəfdarı idim və bu dəfə düşündüm ki, psixoloqların dediyi kimi uşağa seçimi verəcəm, eləsinlər. Sonra artıq universitet seçimi gələndə alman dili gördük ki, bizə lazımdır. Bəli, çünki orada təsir Tamam, mən pulsuz, bəlkə də okey, aldılar fransızcanı, çox da gözəl bilirlər, sevə-sevə öyrəndilər. Amma bəlkə də üstündə durmalıymışam. İndi o nəyə gətirəm? Biz elə bir nəsilik ki, bizim üzərimizdə bax belə analarımız, atalarımız, Nənələrimiz, nənələr, mənim də nənəm böyüdüb Bəli. məni və yetəri qədər qaynanam ona Osmanlı qadını deyirdi. Belə yetəri qədər bizlə də qayda, qanunla, adət-ənənə ilə hər şey. Amma mən çalışmışam övladlarıma qarşı daha yumşaq təbiətlə, daha hər şey məsələn olmaz yox, nəyə görə olmaz? Onlar mənə də təşəkkür edirlər ki, mənim üçün bizim deyir, var sinifdə elə qızlar ki, anaları ancaq olmaz deyir və niyə olmaz bilmədiyi üçün qıza maraqlı gəlir o. Amma olmazı nədən olmaz? İstər təbiət baxımından, təbii, yəni elmlər baxımından, istər hətta İslam tərəfdən də, yəni hardasa o tərəfdən də aydın onlara başa salanda daha indiki zəmanədə uşaqlar axı çox daha savadlıdırlar, biliklidirlər. Az yaşda da olsalar və görürsən ki, ona çatır və o bunu qəbul edir. Amma mən belə başa düşürəm ki, biz mütləq onlarla o ünsiyyəti ayırmamalıyıq, pozmamalıyıq. İstər qız, istər oğlanla, daim valideynlər ata işdən gəldi, yorğun da olsa mütləq ona diqqət verməlidir, övladlarına diqqət ayırmalıdır. Ana, bəzi işləyən qadınlar tanıyıram ki, inandırım sizə, o 15 dəqiqə boş vaxtı ki var, yatmağı yatızdırır uşağı. O 15 dəqiqəni o qədər səmərəli keçirdi ki uşaqla, o bəlkə bütün gününü evdar xanım o qədər düzgün məlumatı psixoloji baxımından, fizioloji baxımdan o uşağı ayıra bilmir. Ayırmır da. İndi nəsə başqa, bəlkə yemək pişirmənin başı qarşı olur, bəlkə biraz stresli olur və s. Yəni bu çox önəmlidir. Və dediyim kimi indi bizim nəsillə o başa dönürəm mən.
bizim nəsil qaldı biraz arada. Çünki o təzyiqi görübmüşük və indi övladlarımıza o təzyiqi göstərə bilmirik. Bəziləri hətta bizə təzyiq göstərir və mən fikir edirəm, biz ortada qalmışıq. Bizi kim anlayacaq? Onları anlamışıq, bunları anlayırıq, bizi kim anlayacaq deyə. Belə ortada bilmirəm, biz nəslik. təzyiq görmüşük. Heç bir, mənim məsəl üçün, atam bir dəfə, nə anam, nə atam bir dəfə bir çırpma da vurmayıb. Təzyiq Biz bilirsə də təzyiq baxımdan görməmişik. dinləmişik. Nə deyiblər Amma o biz qaydaydı. güclü, dünya görüşlü tərbiyə görmüşük. Onlar bizi oturdu, yavaş-yavaş sözlərin deyiblər, göstəriblər, misallar seçiblər. Bax, filan kəs getdi, filan işi gördü. Bax, cəza oldu, düşdü göldə öldü, nə bilim, cəzasını aldı, vurdular. Belə biz həyatı qavramışıq. İndi onu deyən yoxdur. Yoxdur. Onu İndi dinləyən. bu günləri bir valideyn evində bir dənə evladı ilə bacarmırsa, məktəbə, indi müəllimin hörməti var. Mən bu gün də qəbirstanlığa gedəndə gedim müəllimlərimi ziyarət eləyirəm. Bir mən yox, hamımız. Bizim valideynin bir gün məktəbə gəlib, deməyib ki, uşaqlar nə ayırır? Hansı qaynını pozublar, hansı qaydanında. Bütün məsələlərimizi müəllim həll edir. İndi deyirlər uşağıma əl vurma, Ana söz tərbiyəmizi də müəllim eləyib, ata tərbiyəmizi də. Biz valideyni bir dəfə ya obşu məktəbdə iclas olanda gələrdi, ya gəlmədi. Bütün hamısı, hanı bu gün müəllimin tərbiyəsi? Bu gün müəllim gününə qoymayıb. Müəllim gününə qoymayıb. Qanunlar müəllim üçün, nədir? Müəllim tərbiyəçidir də. 5 dəqiqə dərsdən girirdi, bizə tərbiyə tərbiyə, verirdi. əlbəttə. İnanın, o oğlanlar məktəbdən çıxsan bir oğlan, bir qız əl-ələ yapışırdıq. Qapıdan çıxınca. Ta kim evinə hata. O qədər oğlanlar başından papağı çıxardırdılar belə. Elə bir tərbiyə verdilər ki, böyükləri görəndə papağuzu çıxardın. Salam verin. Qızlar salam verin. O axırın bir günləri ağsaqqallar bizi küçədə saxladı. Belə elədi. Abala, bəs ay yazıq uşaqlar, bəsdirin. Başa düşürük ki, bizə hörmətiniz var. Müəllim belə tərbiyə verib. Yoldaşıyla belə elə, evində belə elə. İndi müəllimi imkan verirlər, müəllim kimi müəllimdir. Amma biz də biraz fərqli davranırıq. Necə? Yenə təlim, tərbiyə ilə məşğuluq. Yəni mən öz adıma deyirəm. Pedaqoq olaraq. Amma mən pedaqoq olaraq. Amma bunu bir qədər fərqli formada. Yəni ultimatum deyil, bu bir qaydadır demirik. Bu belə daha Belə düzgün. qanundur, belə nədən? olsa daha Özümüz görmüşük yaxşıdır. ki, bu düzgündür. Belə eləsəniz Belə siz olsa ancaq daha xeyir yaxşıdır. taparsınız. Eləmək sizə bağlıdır. indi Bilmək, bilməmə, öyrənmə. Yəni mən onlardan dərsə hazır gəl. Yəni xahiş edirəm. Hazırlaşın, gəlin. Eşidirik də, bilirik. Amma bəli, amma yəni bunu etmirsə də artıq bilirsiniz də, yəni biz onlara təzyiq göstərə bilmirik bu baxımdan. Bizə də təzyiq göstərməyiblər. Yox, amma yenə də Amma bizim həqiqi zamanımızda var idi mənasında təzyiq. bir dənə bizim müəllimimiz var idi, əsəbi idi. Axırı bir əsəbi gün çox gəldi, idi. dedi ki, müəllim, uşaqlar, mən uca bacarmıram, getməliyəm müəllim. Düz elədi. Çünki görəndə ki, bacarmır O getməlidir. müəllim özdə güclü fizik idi. Hamı ondan da, o gördü ki, əsəbi tutmur da, öz başa düşdü ki, bunun əsəbləri tutmur. O müəllimlərdən imtina elədi. Düz elədi. Hər şey Nərmin xanım, vaxtında. bəs bir pedaqoq olaraq, bir çox savadlı xanım olaraq, həm də ana olaraq nə tövsiyə eləyirsiniz ki, nəsillərdən gələn bir qayda qanunlar var və dəyərlər var. O dəyərləri orta yaş insanlar öz gələcək nəsillərinə necə ötürsün? Çünki o gələcək nəsil çox biraz sərbəst, biraz azadlıqlarına düşkün, azad fikirli, biraz biz də onu eləmişik. Yəni bizim nəslə bu şəraiti yaradıb. Onlara necə edək ki, o dəyərlər, nəsillərdən gələn dəyərlər həm qalsın, həm də o uşaqlar eşitsinlər valideynlərini, ətrafını. Bilirsiniz, mən ümumiyyətlə anlayıram ki, fərqli dövrlərdə, müxtəlif dövrlərdə yaşayan insanların dəyərləri də fərqli olur.
Bu yəni danılmazdır da, belədir bu. Sadəcə əgər nəyisə məsləhət görürəmsə, mən 44 yaşımdan 18 yaşlı, 19 yaşlı qızıma başa düşürəm ki, onun da axı artıq formalaşıb bir, necə deyim, dünya görüşü. Düzdür, mənim təsirimlə formalaşıb, ailəmizin təsirinə formalaşıb. Onun üzərində işləmək daha asandır. Çünki məsələn fərqli ailələrdə olan uşaqlar da görürəm və onu da görürəm ki, həmin bizim uşaqlar özləri kimi formalaşmış uşaqlara üstünlük verirlər dostluqda. Bunu da görürəm mən hal-hazırda və nəyə gətirib çıxardıram? O dəyərləri anlamaq lazım. Çünki onlar indiki zəmanədə böyümüş, texnologiyaların içində böyümüş, yəni belə deyim, dünya görüşləri fərqli formalaşmış uşaqlardır, gənclərdir. Biz artıq biraz daha fərqliyik. Bizim ana-atalarımız da biraz fərqlidir. Onların arasında az qala uçurum var. Düzdür, anlaşırlar çünki sevgi var, burada bir qohumluq bağı var, amma çətindir. Elementar olaraq baxın, ünsiyyət formamız fərqlidir bizim hal-hazırda onlarla. Biz məsələn mən bəzən övladlarımla anamın, yəni nənələrinin ünsiyyətinə baxıram. Axı indi gəlin razılaşaq ki, artıq belə tət-a-tət oturub söhbət eləmək, insanın o vibe denilən bir indi trenddə olan bir söz var. Onun enerjisini hiss eləyəcəksən, onunla danışacaqsan, göz-gözə gələcəksən, düzdürmü? Hardasa bəlkə də toxunacaqsan, amma bu artıq sıfıra yaxınlaşır bu ünsiyyət. Daha çox necə? Çatlaşma, mesajlaşma. Məsələn, görürəm ki, mənim anam uzun-uzadı günü necə keçdi, durğu işarələri içində düzgün yazılmaqla gözəl, böyük bir mesajlar göndərirsə, evladlarım onu çox istəyir və ünsiyyətdən çox sevinirlər onlar ünsiyyət qurmağı. Amma qısaca, məsələn, yaxşıyıq, filanıq belə və öz aralarında isə öz yaşıdları ilə hətta o qısa cümlələri belə görmüsək, abreviaturaya çevirirlər. Bəli. 3-4 hərfdən ibarət olan cümlələr göndərirlər. Belə ünsiyyət forması yaranıb indi. Bu da nəyə gətirib çıxardır? Əlbəttə ki, bununla ayaqlaşmaq da çətindir. Çalışırıq, biz oldu, ünsiyyət formamız tutaq ki, fərqlidir. Amma ümumi dəyərlərimiz ki var, onların üzərində dayanıb biz gələcəyimizi qurmalıyıq. Yəni, məsələn, mən düşünürəm ki, sənin bu vəziyyətin buna gətirib çıxarda bilər. Bu da mənim dünya görüşümdən irəli gəlir. İnşallah çıxartmaz, çıxartmaya da bilər, çıxarda da bilər. Amma o, belə deyim, problemlərə yol açmamaq üçün nə etmək olar? Gəl bunu düşünək. Ki, bunu vəziyyətdən çıxartmaq. Əlbəttə, bu vəziyyətdən ya çıxaraq, ya da bu vəziyyətə düşmək. Önəmli olan, düzdürmü, vəziyyətə düşməməyi başa salmaqdır ki, bu gətirib çıxarda bilər bunu. Gələcəyi belə olacaq. Əgər düşmüsənsə, gəl fikirləşək, buradan necə çıxacaq? Stres etmədən, yəni panika yaratmadan. Və görürsən ki, aylar keçir, gəlir övladı nə deyir? Deyir, mama hardan bilirdin? Belə də oldu. Məsələn, və yaxud mən bunu eləmədim, amma filan kəs elədi və o problemlərlə rastlaşdı. Demək ki, yumuşaq formada, yəni uşağın başa düşəcək. Bəzən zamanlar olur ki, görürsən ki, anlamır səni. Biraz geriyə çəkilirsən. Uşaq yumuşaq qəbul eləyir. Çəkilirsən, bilirsiniz, xanım. Yəni, əgər görürsən ki, bu dəqiqə o uşağa çatmır, mənfi emosiyalar yaradır, ara versən. Özün gərək sakitləşəsən, deyəsən ki, tamam, indi zamanı deyil. Bir gün, 2 gün sonra bir başqa formada ya da bir söhbət əsnasında o mövzuya yenə toxunursan. Bəlkə yenə zamanı olmaya bilər. Yəni, deməli, burada hər iki tərəf, əsas da yaşlılar bir qədər daha səbirli olmaq. Səbir çox önəmlidir. Mənə elə gəlir ki, səbir hər şeyi aşacaq və istək. Çox dəyərli olan, bu yaş, orta yaş nəsil üçün dəyərli olan bir məqamlara toxundunuz. Fatma xanım, hal-hazırda gənc nəsil üçün ən qorxduğunuz nədir və gənc nəsil üçün tövsiyəniz nədir? Mənim qorxduğum böyük bir şeydir. İndi onu bu deyə bilmirəm. Çox qorxuram, özü bizə güclü inkişafdadır. Doğru, bilirik. Güclü inkişafdadır. İndi bilmirəm, siz psixoloqsuz bu şeylər bizdən yaxşı bilirsiniz. Güncə. Amma o adamları yoluna gətirməkdən ötürü bütün xalq qalxmalıdır. Xalq qalxmalıdır, hamı, bütün ailələr, nəsillər inkişaf eləməlidir ki, bu sahəni, bu nəsli qoymasınlar məhv olmağa. Məhvdədir. Burada məncə kütləvi informasiya vasitələrinin çox böyük önəmi var. Bundan ötəri nəsə bir iş görmək lazımdır. Birləşib. Tək ana, atan görəcəyi bir şey deyil. Yox, atanın işi deyil.
Gücü çatmır atanın, heç çatmır. Məft. Даже biri keçən sənə dedi, Allah bunu əlimdən alsın. Mən xoşbaxt olaram. Bezib yəni. Bundan ötəri böyük bir iş görülməlidir. Bütün millət, xalq, bu xalqın bəlalarıdır, xalqın uşaqlarıdır. Xalq istər qızı, istər oğlanı. Yəni mən o belə bir dövrdə yaşamışam ki, bu işin başında durmuşam. Başında durmuşam, rəhbərlik eləmişəm, gənclərlə işləmişəm. Katib olmuşam, komsun. Bu günləri onlarla işləyənlər yoxdur. Xalq qalxmalıdır. Kimin nə ixtiyarı var idi o dövrdə? Bir dənə bir populist seçir. Xalq hamı qalxırdı. Bütün millət qalxırdı, gənclər qalxırdı, rəhbər, hamı. Bu günləri bunun kəsməkdən ötəri hamı vicdanını itirməməlidir. Bir də mənə elə gəlir ki, gənclərə biraz motivasiya verə biləcək məşğuliyyətlər çox olmalıdır. Bir universiteti bitirən şəxs, tələbə deyək, o iş axtarışında olur. Düzdürmü? İş tapa bilməyəndə də bir gün, 2 gün, belə o sözü sevirəm, amma avaraçılıq başlanır da. Yəni, tənbəllik olur, evdə oturmalar, dostlar bir yerə çağırır və s. və ilaxır. O sizin dediyiniz mənfi yönlərə keçir. İş tapmamaqla razılaşmıram. İş var hər yerdə. O insanın özündən, o cavanın özündən. O, indi hamı deyir ki, vəzifə olsun. Yox, əlbəttə ki. Fatma xanım, çox sağ olun. Düşünürəm ki, bu podkastı izləyən həm sizin kimi 3-cü baharını yaşayan insanlar sizdəki o gücü, o qadın gücünü, o qadın hökmünü, o qadın enerjisini ki, hansı ki orada dəyərlər var, tərbiyə var, hörmət var, bütün əxlaqi normalar var. Bunu sizdən götürüb və gələcək nəslə ötürəcək və əminəm ki, bu podkastı izləyən gənclər də sizdən çox şey öyrənəcək. Təşəkkür edirəm. Nəmdə xanım, təşəkkür edirəm. Bir pedaqoq kimi, bir ana kimi, bir orta yaş xanım və o dəyərləri, həm də o dəyərlərlə bərabər gələcək nəslə nə qədər diqqətlə, incə şəkildə yanaşmalıyıq ki, orada gözəl bir gənclik böyüsün, gözəl gələcək böyüsün. Bunu aşıladınız. Çox təşəkkür edirəm. Sağ olun, Günel. Çox sağ olun. Növbəti podkastlarda görüşənə qədər.